Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əskərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər. Sizi böyük qürur hissi və təntənə ilə qeyd etdiyimiz 8 noyabr Zəfər gününün 5-ci il dönümü münasibətilə səmimi qəlbdən təbrik edir. Azərbaycanın müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayırıq. Xalqımızın ümumilli lideri Heydər Əliyevin müstəsna xidmətləri sayəsində Respublikamızın suverenliyinin, müstəqilliyinin, müdafiə və təhlükəsizliyinin təminatçısı olan Azərbaycan ordusunda vahid komandanlıq yaradılaraq ordumuz nizami ordu kimi formalaşmış və hərbi quruculuq məsələləri prioritet məsələ kimi daima önə çəkilmişdir. Ulu Öndərin qurtuluşdan başlanan zəfər yolu və inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda orduda aparılan geniş miqyaslı islahatlar, keçirilən təlimlər, düşmənin təxribatlarına qarşı aparılan uğurlu iri miqyaslı əks-hücum əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirdi. 8 noyabr Zəfər günü Azərbaycanın şanlı hərb tarixinə qızıl hərflərlə yazıldı. Dövlət başçımızın müvafiq sərəncamı ilə ölkəmizdə 2025-ci ilin konstitusiya və suverenlik ili elan edilməsi Azərbaycanın müstəqil dövlətçilik tarixində əlamətdar hadisə kimi geniş qeyd olunur. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun vətən müharibəsində qazandığı parlaq qələbə və həyata keçirdiyi uğurlu döyüş əməliyyatları, antiterror tədbirləri nəticəsində düşmən işğalında qalmış tarixi torpaqlarımız azad olundu. Ali Baş Komandanın yürütdüyü qətiyyətli və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin edildi. Azərbaycan Respublikasının dövlət bayrağının əzəmətlə və qürurla dalğalandığı işğaldan azad edilmiş ərazilərdə rəşadətli Azərbaycan ordusu öz mövqelərini daha da möhkəmləndirərək bərpa quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, böyük qayıdışa layiqli töhfələrini verir. Əminəm ki, Azərbaycan Respublikasının konstitusiyasına, hərbi anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız. Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının xatirəsini hər zaman olduğu kimi 8 noyabr Zəfər günü ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik.